Salam, kanala xoş gəlmisiniz. Bugün sizə 2025-ci ildə daxil edilən yeni ixtisasları və bu ixtisasların hansı universitetlərdə tədris olunacağına baxaq. Birinci ixtisas qrupu, Riyaziyyat Kimya alt qrupu, Riyaziyyat və Fizika müəllimliyi, Xüsusi rabitə vasitələri, mühəndisliyi, Kənd təsərrüfatı texnologiyaları, Qida texnologiyaları, Heyvandarlıq, Riyaziyyat informatika alt qrupu, Data analitikası, Proqram təminatı mühəndisliyi, Üçüncü ixtisas qrupu, Dil tarix alt qrupu, Xüsusi pedaqogika, Kommunikasiya və rəqəmsal media, Dövlət təhlükəsizliyi və idarə etmə, Dördüncü ixtisas qrupu, Qidalanma və dietologiya, Beşinci ixtisas qrupu, Adaptiv bədən tərbiyəsi, Kütləvi sağlamlaşdırıcı idman, Ümumi fiziki hazırlıq. Bu ixtisaslar harada tədris olunacaq? Azərbaycan Dövlət Pedaqoji Universiteti korreksiya edici təlim, xüsusi pedaqogika, informatika müəllimliyi, informatika və rəqəmsal bacarıqlar müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat, informatika və rəqəmsal bacarıqlar müəllimliyi, üstəlik fizika və riyaziyyat müəllimliyi adlı tam yeni ixtisas açılır. Bakı Mühəndislik Universiteti bir neçə yeni ixtisas açmağa hazırlaşır. Lənkəran Dövlət Universiteti heyvandarlıq, kənd təsərrüfatı texnologiyaları, sənaye mühəndisliyi üzrə kadr hazırlığı planlaşdırılır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti data analitikası ixtisası açılır. Bakı Ali Neft Məktəbi data analitikası və maliyyə ingilis dilində üzrə qəbul planlaşdırılır. Bakı Slavyan Universiteti regionşünaslıq, Mərkəzi Asiya ölkələri üzrə istiqamətinə ilk dəfə tələbə qəbulu aparılacaq. Videonu bəyəndinizsə, bəyənməyi və abunə olmağı unutmayın. Sizi maraqlandıran ixtisası şərhlərdə bizimlə bölüşün. Uğurlar və gələcək tələbəlik həyatınızda bol şanslar.